Fərdini bir dənə göstərin. Bir-birinin üstünə atmaq. Bax, Fərdin çox gözəl dediyini, baba, qızım bir-birinin üstünə atmaq olmaz da qızım. Bir özün gelinən baxsın, mənim ağıllı balam, gözəl balam. Oxuyun, nə oxuyursunuz, onsuz da xoşunuz gəlməyən mahnı olan da. Hörmətim sonsuzdur, fikrinizə də hörmətim sonsuzdur. Amma mən müğənni deyiləm. Mən aktrisayam və bu oturuş bütün etiket qaydalarında, bütün masa qaydalarında hər yerdə var. Və mənim ayaqlarım açıq olmadığı müddətcə heç bir yerim görsəm, mən yenə də sizin fikrinizə hörmətinə yanaşıram və mən özümə əminəm ki, çox yaşınıza da hörmətim var, hər bir şeyinizə hörmətim var, amma mən özümü bilirəm ki, mən heç bir zaman efirdə nə açıq geyinmirəm, nə ədəbsiz oturmuram, nə də danışmıram. Yəni özümə görə, özümü müdafiə baxımından mən bunu danışmalıydım. Üzürlüsən, əgər xətrinizə dəydimsə. Amma bu mənim özümü müdafiə şəklimdir ki, mən haqlıyam. Yox, mən artıq danışıram. Mən də deyirəm. Mən deyirəm, Fərdin çox gözəl giyinir. Çox təşəkkür edirəm. Xanım, hər şeyə gözəl görmək istəsəz, gözəl baxsaz, inan ki, hər şeyi gözəl görərsiniz. Biz artıq bizi nətər, efirə kimsə çıxır, hamı istəyir belə ağıllı fikirlər. Hər kəsən, siz öz evinizdə, eviniz daxilində, kimlər necə oturur, onları siz özünüz evinizin daxilində ona qərar verə bilərsiniz. Yəni, bura efirə də qoşulub da, kimlərisə tənqid eləmək, bu düz olmayan bir şeydir. Və, yox. Mən ki, söz demirəm, mən deyirəm, Azərbaycanın qızısınız. Azərbaycanın oxuyan təxli kimi sayılırsınız. Yox, o başqadır. Siz deyirsiniz ki... Qızım, oturuşa bir baxın. Təşəkkür edirəm. Yox, biz elə hər şeyi görürük. Hər kəsən öz ailəsində, ailə daxilində öz oturuşlarına da baxsın, öz duruşlarına da baxsın. Biz oturuşumuzu da artıq çox gözəl bilirik, duruşumuzu da çox gözəl bilirik. Və belə insanları siz qoşursunuz, başa düşürəm. Xalq artistlərimiz var ki, lümbəli çıxırlar bura. Niyə onlardan o zaman qoşmursunuz? Onda da qoşun da. Yəni, biz siz kütlə o bəzi yaxşılarından İraq qoy, mən bir söz deyəcəm. Bəzi yaxşı insanlardan uzaq hamıya şamil olunmur. Baxın, elə bu xanım kimlərdir kommentariyalarda, burada kiməsə pis yazan, orada yaxşı yazan. Bayaq xanımlar dedi, Pərvin danışandan sonra dedi, yo, mən sizə demirəm, o biri xanımlara deyirəm, bax bunlardır ki, insanın şəxsi səhifələrimizdə girib bizə xoş sözlər yazıb da, başqa xəbər portallarının altında pis şərhlər yazanlar məhz belə insanlardır.